Mən çox istəyərdim, Ədalət müəllim, pendirləri təqdim edərdiniz bizə. Tamaşaçılarımıza zəhmət olmasa kameraya doğru yönələrək. Görək bu nə pendirlərdir? Bu iki cür bişirilə bilən pendirdir. Bəli. Biri tüstüyə verilmiş, hissə verilmiş. Hissə verilmiş. Hə, əslində hissə Birinci dəfə eşidirəm. Deməli, hissə verilmiş pendir də olur. Bəli. Bir dənə deyim, vallahi bu böyük illüziyadır. Hissə verilmək bizim pendirimizi tüstüyə vermək üçün xüsusi talaşdan istifadə edilir. O talaşı sodada saxlayırlar və onu qaynadırlar ki, onda qətran qalmasın. Deməli, hiss olmur, ancaq tüstü olur. Tüstünün tərkibində efirlər var. O efirlər buna dad verdiyi üçün, həm də konservasiya elədiyi üçün istifadə edilir ondan. Bunun tüstüyə verilməyən tərəfi var. Bunların özəllikləri ondadır ki, bu pendirləri bişirmək olur. Bayaq Həmrahın həm fikrini dediyi kimi kətələrdə istifadə edə bilərlər, salatlar var, müxtəlif yeməklərdə, müxtəlif salatlar var. Sonra bişirirlər. Bax, bunu kartof kimi qızartmaq olur. Yəni, qızartmaq olur? Bəli, qızartmaq olur kartof kimi. Pendir, biz adət eləməmişik buna, amma Avropada çoxdan pendir qızartmaq. Bax, məsələn, bu pendirdən dönər bişirmək olur. Yəni, dağılmır deyilmi? Biz onu dilim-dilimə əgər doğrayıb qızartsaq? Dağılmır, qızardır. Nə deyim, kotlet kimi qızarır, kartof şabalat kimi qızarır. Dağılmır. Amma pizzanı qızartmaq olmur, ancaq qızdırmaq olur. Bir balaca qızdırdan elastikdir. Bax, bu pendirlər özəl pendirlərdir. Lap belə deyim ki, bu pendir mənim brend pendirimdir. Yəni, həm tüstüyə verilsin, həm qızardılsın, həm də mən çalışmışam bunda qaymaq və süd iyin saxlayım. Ona görə yetişdirmə prosesindən keçirmirəm. Çünki yetişdirmə prosesi bir növ qıcıqırma prosesidir. Sən saxlayırsan, onun tərkibində dəyişikliklər gedir, iyi dadı qaçır. Mən məsələn bu 3 dənə keyfiyyətin, südün saxlaya bilmişəm bunda.